Amerika Birləşmiş Ştatlarında 2025-ci ilin əvvəlində müşahidə olunan qızılcanın epidemiya arealı genişlənir. Xüsusilə Texas ştatında vəziyyət böhran həddindədir. Texas Səhiyyə Departamentinin məlumatına görə ştat üzrə ümumilikdə 646 yoluxma qeydə alınıb. Bunun da əksəriyyəti Gaines vilayətində müşahidə olunub. 393 nəfər. Bu bölgədə uşaqların təxminən 20% peyvənd edilməyib. Qonşu New Mexico ştatında isə yoluxma sayı 66-dır və əsasən Lee vilayətində qeydə alınıb. Ümumilikdə ABŞ üzrə 30 ştatda 884 yoluxma halı təsdiqlənib. Əksəriyyəti isə 5-19 yaş aralığında olanlardır. Artıq 3 ölüm hadisəsi də qeydə alınıb. New Mexico'da bir yetkin şəxs. Texasda isə 2 məktəbli qızılcadan dünyasını dəyişib. Epidemiyanın yayılmasına təsir göstərən səbəblərdən biri kimi müəyyən ştatlarda dini və şəxsi amillərə görə peyvənddən imtina göstərilir. Xüsusilə Gaines vilayətində bəzi dini icmalarda vaksinasiya səviyyəsi olduqca aşağıdır. Pan-Amerika Səhiyyə Təşkilatı da Latin Amerikasında və ABŞ-də peyvəndləmə səviyyəsinin aşağı düşməsindən narahatlığını ifadə edib. Ekspertlər isə bildirirlər ki, vaksinin 2 dozada tətbiqi qızılcadan qorumanı 97% təmin edəcək. Xəstəliklərə nəzarət və profilaktika mərkəzləri hazırda booster dozanı tövsiyə etməsə də, yaşlılara bunu məsləhət görür. Qurum Texas Səhiyyə Departamenti ilə birgə geniş maarifləndirmə və peyvəndləmə kampaniyaları həyata keçirir. Kamal Hüseynli, Humay Cəfərova, Mira TV.